Bugünkü mövzumuz adlıq halında sifətdir. Deməli, sifət cümlədə ismin qabağında dayanır və isimlə bərabər cins, say və hal üzrə dəyişir. Adlıq halında sifətin söz sonları ilə gəlin tanış olaq. Kişi cinsində sifət necə, hansı sualına cavab verir? Bu rus dilində какой sualıdır. Kişi cinsində söz sonları ola bilər. Deməli, oy, ih, bir də ıy. Böyük stol, большой stol, узкий словарь, ensiz lüğət, nazik lüğət, belə demək. Новый muzey, yeni muzey. Sizə dediyim kimi, görürsünüz bu isimdir. Sifət onun qabağında dayanıb və oyununa cins, say və halda uyğunlaşıb. İndi gəlin baxaq qadın cinsində söz sonları necə olur. Qadın cinsində sual, kakaya, necə, hansı, söz sonları olur ya, aya, aya. Синяя lampa, göy lampa. Новая статья, yeni məqalə. Светлая аудитория, işıqlı auditoriya. Большая тетрадь, böyük dəftər. Orta cinsdə sifət какое sualına cavab verir. Söz sonları olur o, ye. Большое окно, böyük pəncərə. Голубое море, göy dəniz. Новое здание, yeni bina. Cəm saya nəzər salaq. Deməli, cəm sayda biz söz sonları nədir bizdə, sifətdə? İye və ıye. Baxın, görürsünüz, bütün cinslərdə. Iye, iye. Большие столы, böyük masalar, stollar. Узкие словари, nazik lüğətlər. Новые музеи, yeni muzeylər. Синие лампы, göy lampalar. Новые статьи, yeni məruzələr. Светлые аудитории, işıqlı auditoriyalar. Большие тетради, böyük dəftərlər. Большие окна, böyük pəncərələr. Голубые моря, göy dənizlər. Новые здания, yeni binalar. İndi gəlin, burada bizdə verilən sifətlərə bir sual qoyaq. Sual qoyarkən, sual sözünü seçərkən biz sifətin cinsinə, sayına və halına baxmalıyıq. Hələ ki biz adlıq halını keçirik. Ona görə də biz cins və sayına baxıb sual verməliyik. Это удобный стул. Bu rahat stuldur. Stul kişi cinsindədir. Это какой стул? Bu necə stuldur? Necə oturacaqdır? Это большая кошка. Bu böyük pişikdir. Bu necə pişikdir? Koşka qadın cinsindədir. Это какая кошка? Qadın cinsində olduğu üçün какая sual sözündən istifadə elədik. Это немецкий aktyor. Bu Alman aktyorudur. Aktyor kişi cinsindədir. Это какой aktyor? Какой kişi cinsindədir. Bundan istifadə elədik. Это новая тетрадь. Titradь qadın cinsindədir. Bu necə dəftərdir? Это какая тетрадь? Какая seçdik? Çünki titradь qadın cinsindədir. Это плохое радио. Bu pis radiodur. Radio orta cinsdədir. Это какое радио?
Это отличный film. Bu əla filmdir. Film kişi cinsindədir. Bu necə filmdir? Это какой film? Это новый мотоцикл. Bu yeni mototsikldir. Mototsikl kişi cinsindədir. Это какой мотоцикл? Какой sual sözünü istifadə edelim. Bu cür, bu qaydada siz davamlı evdə özünüz eləyə bilərsiniz. Mən sizin üçün tərcümələr deyim. Это трудная фамилия. Bu çətin soyaddır. Это маленький театр. Bu balaca teatrdır. Это старый президент. Bu köhnə prezidentdir. Это удобное метро. Bu rahat metrodur. Это старая традиция. Bu köhnə adətdir. Это большая проблема. Bu böyük problemdir. Bilmədiyiniz sözləri, həm isim, həm sifətləri lüğətinizə mütləq köçürdün, tərcüməsini yazın və öyrənin. İndi isə biz burada növbəti çalışmamızda deməli bitirməliyik cümlələri nümunəyə əsasən. Это дом большой, а то дом маленький. Bu ev böyükdür, o bir ev isə balacadır. Deməli, nümunədən başa düşdüyümüz kimi əks mənalı sifət seçməliyik. Это fotoaparat дорогой. Bu fotoaparat bahalıdır. A tot, deməli, ucuz olacaq. Fotoaparat kişi cinsindədir. Ona görə də sifət də kişi cinsində olmalıdır. Дешевый. Yəni ucuz. Это чашка чистая. Bu təmiz fincandır. A ta чашка çirkli, грязная. Это здание новое. Bu yeni binadır. А то köhnə, старое. Это упражнение простое. Bu asan çalışmadır. А то упражнение сложное. Çətindir. Это чемодан тяжелый. Bu чемодан ağırdır. А тот легкий. Эти улицы широкие. Bu küçələr enlidir. Aha, cəmdədir. Deməli, cavabdadır. Cəmdə istifadə etməliyik sifət. А те ensizdir. Узкие. Ensiz, dar. Это молоко теплое. Молоко orta cinsdədir. Bu süd ilıqdır. А то yəqin ki, прохладный olacaq. Sərindir. Или холодная, soyuq. Это аудитория маленькая. Bu auditoriya balacadır. А ta большая. Это мой старший брат. Bu mənim böyük qardaşımdır. А это младший. Bu isə kiçikdir. Здесь климат холодный. Burada iqlim soyuqdur. А там жаркий. Там лето холодное. Orada yay soyuqdur. А здесь жаркое. Leta orta cinsdədir. Sifətdə orta cinsdə istifadə elədik.